Azərbaycan növbəti dəfə planetin ən mühüm qlobal müzakirə mərkəzinə çevrilərək Bakı Olimpiya Stadionunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına WUF13 ev sahibliyi edir. Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri başlıqlı bu tədbirin ilk 2 günü olduqca uğurlu hadisələrlə yadda qalıb. WUF tarixinin bu ən böyük forumunda ilk gün pavilyonları 21 mindən çox insan ziyarət edib. 182 ölkədən 40 mindən artıq iştirakçı və 1200-dən çox jurnalist qeydiyyatdan keçməklə tarixi rekorda imza atılıb. Proqrama ilk dəfə xüsusi liderlər samiti daxil edilib, BMT və Azərbaycan bayraqları ucaldılıb. Həmçinin forumun qlobal irsi olaraq hər il təqdim ediləcək Baku Urban Award mükafatı təsis edilib. Xarici ölkələrin, xüsusilə Qazaxıstan və Türkmenistanın pavilyonları böyük maraq doğurub. Prezident İlham Əliyev və UN Habitatın rəhbəri Ana Claudia Rosbach ali qonaqları, Kenya və Qırğızıstan prezidentlərini, Zimbabvenin vitse-prezidentini, Esvatini kralının nümayəndə heyətini, Pakistanın Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərifi və 180-dən çox ölkənin nazirlərini qəbul ediblər. Prezident İlham Əliyev açılışda ekoloji çirklənmiş qara şəhərin modern ağ şəhərə çevrilməsini, həmçinin işğaldan qurtulan Şuşada və digər bölgələrdə qurulan ağıllı şəhər, ağıllı kənd layihələri üzrə Azərbaycanın zəngin təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib. Kenya prezidenti dövlətimizin başçısının sülh liderliyini yüksək qiymətləndirib. Prezidentin köməkçisi Hikmət Hacıyev WUF13-də qlobal urbanizasiyanın gələcək konturlarının müəyyən edildiyini, Ana Claudia Rosbach isə yekunda tarixi Bakı fəaliyyət çağırışı sənədinin qəbul olunacağını bildirib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev azad edilmiş ərazilərin yarıdan çoxunun yaşıl zona olacağını və ölkə üzrə 68 şəhərin baş planının yeniləndiyini açıqlayıb. BMT-nin, Malayziyanın, Bangladeşin və Hindistanın beynəlxalq rəsmiləri və ekspertləri Bakı platformasını mənzil böhranı və iqlimə davamlılıq üçün unikal imkan adlandırıb, şəhərin qədim və modern vəhdətinə heyranlıqlarını ifadə ediblər. Forum mayın 22-ədək davam edəcək. Burada bir tarixi xatırlatma edək. Bugünkü müasir şəhərsalma prinsiplərinin təməlini ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər müasirliklə milliliyin vəhdətini tələb edir. Xaotik tikintiyə qarşı çıxaraq şəhərlərin baş plan əsasında inkişafını müdafiə edirdi. O şəhəri insanların rahatlığı üçün sosial mühit hesab edir, ekoloji və yaşıl mühit konsepsiyasına prioritet verirdi. Bu strateji irs bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağşəhər və Qarabağdakı ağıllı layihələrdə ən yüksək səviyyədə yaşadılır.